Biz yenə gedirik. Hara gedirik Rəna xanım? Tiflisə. Cüzüsa gedirik. 4-5 dənə şəhər gəzəcək. Yeni macəralar. Şəbəkəsinin köçürülməsi, istifadəçilərin məsələləri. Sən də oxuyursan. Hə, mən işləyirəm. Yoldan tapmışıq. Operator kimi başlamışam. Harda? Turkish Airlines, Turkish. Hələ teşkil edir. Allah'ım şikayetlere gel. Yo mesaj sordu. Polnu boy var. Ha yok güzgüler. Yəni burada dondurma var. Məhtəşəmli gözlə. Rahat biz də yerləşə, amma harada yerləşə deməyəcəm. Niyə deməliyəm? Rəna xanım nə deməli? Düzdür, nə eləmək lazım? Sifə çərə. Bax. Bizim gölün yanındakı evimiz. Ja is on. Rəna konkret bildiyin xariciləri sıtdır da. Yəni mən sadəcə qıraqdan Rəna izləyirəm yəni. Bildiyin bütün dilləri sökür bu xanım, bütün dilləri. İndi hal-hazırda gəlib qonşumuzla burada elə bir iki otaq kiraya götürmüşük də villadır. Evki hər otaqda xarici vətəndaşlar qalır. Rəna xanım, necəsiniz? Rəna xanım bizim məşhur translate və bələdçimizdir. Allah azə, dünənləri Azərbaycandan çoxu biz yazırmışıq. Translate tərcüməçilər. Görmədikləri yerlər biz onları göstəririk. Rəna xanım və bələdçi kəşfiyyatçı Nigar xanım. Amma belə yəni zarafat ciddi danışırıq. Yəni yalanımız yoxdur. Bu arada yəni şeydir. Bu da bizim evimizdir. Mini sakura yaşayırıq, onu da göstərir. Evet, üstümüzə tökülür. Yufqamızı üstə güllər ətəklədi. Çiğlərə tökülür. Hayat gülünce Rəna, çok güzel. biz eyni növbəti macəraya başladı və yeni macəradır. Bilmirik bizi nə gözləyir.
Çünki evdən həm təsdiq gəlməyib, çünki evi biz dəyişdirdik. Gedəcəyimiz yerdə 2 metr 3 metr qaroğludur. Məcbur evi dəyişmişik. Başqa yerə istiqamət alırıq və hər yerimizə sumka. Mənə də çək. Köreğle şey Arabya'nın birleştiği yer. Bir çişili bir beyaz. Ne? Bir mavili bir. O der ki orada Axır ki gəlib çıxdım, sağ olsun. 2 gürcü dost bizi təminatsız bura gətirdi. Otostop çəkdik bir sözlə, möhtəşəm. Çox mehriban insanlar və möhtəşəm yer. Çox əzəmətlidir, aşırı dərəcədə əzəmətli yerdir. exchange lazım diye. Yani уже у них там денег нет. Əndəki verdə. Только доллары. Сразу 50 манат я скажу. Автоматически. Для вас раньше вот так можно. Hazırda YouTube'a getmək üçün otostop çəkmişik. Sağ olasınız. Ve vakit olurlar. Aha və Bakı Azərbaycan sevilir. У нас деревни почти, где мы живем, да? Ну, у нас везде дерево, большие. Yani bakın diller, konkret diller çıktı yani. Ну, в основном деревья, да? Деревня. Biz çaylarımızı içirik və bu bizim mənim gözəl çaylarımdır və xanım öz fikirlərini deyəcək. It's very tasty, very aromatic. It's super. Thank you very much. Rəna xanım, siz nə fikirlənirsiniz? olmaz. Rəna xanım mənim translatimdir. Gələcəkdə bu çox adam xanım ola bilər bizim gəzintilərdə, yəni tərcüməçi kimi işləsin.
Yani iyisi bütün balkona götürüp onu diyorlar. Çok tatlı. İyisi yani dadıdaki, dadım o benim böyle yalan danışmıyor. Bak ama geçer dadım bence. Fiyakı da hissedirsen. Я даже представить Да, не могла, фейхота. что сегодня Да. вечер проведу так хорошо. Даже не знала. Fiyakı hissedirsen ha içinde. Фейхо. Ha, okey. Fiyakı. Кислость чувствуется. Bu indi mənimdir. İçində fiyakı yoxdur ha. Amma eləcəkdirsə çox fiyakı dadı verir. Теперь внутри там фейхо Роза. нету. Роза. Yes. Rose. Is it in there? Роза, роза. Там внутри фейхо нету. И вот Ну. но я так изготавливала это, чтобы там почувствовалось. Да, Там, чувствуется. но кислость. нету там ничего. Bir hansı gül verir o fiyakı dadını? O kırmızı yeşil gül var ha. А, bildim. Там такой O цветок, который дает вкус фейхо. Ama əslində o Но это не фейхо. Ama Но şey, это o gül tam o özü tək o gül vermir. не Sadəcə только olar iki этот Ha. цветок. Разные цветки, которые я вместе их Комбинация. экспериментала, Да. эксперимент Combine they together. combine Yeah. together and this taste. görürsüz də Rəna xanım bizə. Она специально это экспериментировала, чтобы вкус. Səhər demişdim axı, yəni evimiz yox, saatımız yox və hamı narahat olub. Bu arada qəti sürətlə narahat olmuyor. Möhtəşəm bir dənə ev tapmışıq. Möhtəşəm ev sahibi. Maria xanım sadəcə ürək. Kalp. Çox möhtəşəm evdir, baxın. Evin möhtəşəmliyinə baxın. Çox. Yəni ev möhtəşəm olmasa, xanım möhtəşəmliyi bu evin möhtəşəmliyi. Tərcümə. Хвалит. Спасибо. Держу. Teşekkür ederim. Buna bax. Yəni balkona baxın, super də yəni. Çox möhtəşəm. Rəna qəmgin oturub çox. Rəna, bir əl elə. Məliyə xanım. Baxıllıq çəkin. Bu günləri biz Yorgi stilindəyik. Yəni Gürcüstanın geyim alətlərindən bir ikisi istifadə edilmişik və o stil yaratmışıq. Bizim növbəti macəramız və tarixi xalqdır və çox tarixi bir yerdir. Açıqlama verməyəcəm, göstərəcəm. Sadəcə olaraq mən yəni WhatsApp-da qısa göstərirəm. Tam göstərmirəm nəyə görə? Çünki onlar hamısını YouTube-da yerləşdirəcəm və kim istəsə maraqlı olsa bax. Bu arada baxın, çünki həqiqətən çox maraqlı yerlərə gedirik. Yəni standart yerlərə getmirik. Bu günləri tam fərqli bir yerə gedəcəyik. Deməli onu hal-hazırda biz Barcelona'nın bazarı, İçəri şəhərində daha doğrusu. Bazar. Evet, bunlar bazarda. Kadın olsun alışveriş eləməz, elə şey olar. Məsələn bundadır ki, yəni səyyah olduğumuzu hər ölkədə bildirir. Təzə türk gəlib, yəni türk qardaşlarımız sağ olsun. Yəni Türkiyədə türklər mənə çox kömək edib, ona haqqlarını heç gəlmərəm. Türklər gəlib bizə Gürcüstanı necə gəzməyi soruşurlar və biz onlara Gürcüstanı necə gəzmək lazımdır. Daha evlərini bilə bron eləmişik. Sadəcə yoldan keçən bir vətəndaşdır və salam. Yəni biz belə insanlarıq. Biz Azərbaycanlıyıq. Hər zaman Azərbaycanlı olduğumuzu sübut edirik. Demədi, dedim mən nigaram, mən beləyəm. Evet, biz beləyik. Yoldan daha mükəmməliydim. Biz valla yəni ki səyyah olduğumuzun sübutudur da bu. Yəni qədər ki xarici ölkədə belə xarici vətəndaşlar xarici ölkənin hara getməyini konumlarını atırıq. Halbuki hələ biz özümüz ora gedib çıxmamışıq. Zarafasız gedib çıxmamışıq. Qaldığımız evləri də təklif edirik. Ha, Millətdə qoyuruq. evet. Teşekkür ürək atırlar bizə ona görə. Biz beləyik. Ana bura desə var. Deməli, biz burada hər fəsil yaşayırıq. İndi hal-hazırda da yağışı yaşayırıq. Rəna, növbəti macəramız haradır? Barcelona. Yes, bizim hal-hazırda. Güzel, çok güzeldi. Yeni maceralarımız. Tamamlı maceralarımıza başlayırıq. Bu da mənim ayıcıqım, tanış olun. Və bu da Barjom idi.
Hal-hazırda dondurma yeyirik. Barjumi'də dondurma keyfi. Bunların şeydir, Barambo. Bu da papaqları. Milli şirniyyatlarıdır. Yəni şirniyyat firmalarıdır bunların. Bazı uşaqlar ki belə burundan düşür. İndi hal-hazırda Barjumi'nin küçələrində, Sapaçka yalnızda, qəşə oturmuşuq. Qartlanır. Petros da təmizdə. Biz də ona baxıb marozdan, ləzzət də marozdan yeyirik. Cəmaət də buradan gedir, cəmaatı seyr edirik. Ən çox türk dostlarımızı görürük. Valla mən indi deyəcəklər ki, Nigar türklərin yaman tərəfi yox. Yəni gördüyüm münasibəti deyirəm, yəni çox möhtəşəm. Yordaniyalı ilə tanışırıq. Yəni çox möhtəşəm münasibətləri var. Belə macəramız davam edir. Ən geraduva yerə sabah səhət edəcəyik. Bu dəfə də biz O yeməyə qarşı biraz seçici. türkləri tapmışıq küçədən. Amma tapa-tapa gedirik. Rabat. Ən möhtəşəm, mənim üçün ən möhtəşəm yer Rabat. Yəni çox qəşəngdir, Gürcüstanda yerləşir. Düzdür, biraz əziyyət çəkirsə, amma çox füsunkardır. Deməli, otostopla gəldik. Rabat girişindəyik. Otostopla gəldi. Rəna da sağ ol deyir. Otostopla gəldi, çıxdıq Rabata. Hal-hazırda biz Rabatın içindəyik. Çox möhtəşəmdir, baxın. Həm hissi gəlir. Bu bizim bələdçimizdir. Yəni it olmağına baxmayın, çox savadlıdır və bizi qoruyur, müdafiə eləyir. Müdafiəçimizdir. Bəli, bəli. Biz heyvanları çox sevirik və istəyirik ki, bizi heyvanlar qorusun. İnsanlar da xeyir tapmırıq onsuz. Bu qız da mahnı oxuyur, anca mahnı oxuyur, bura baxın. Anca mahnı oxuyur, işi gücü mahnı oxumaqdır. Bütün Gürcüstana mahnı oxuyur, bütün Gürcüstan deyir ki, bu məşhur ulduzu hardan gətirmişsiniz? Baxın, baxın. Bura qiyməti girişi 20 laridir, yəni 12 manat, 44 qəpik, 20 qəpik. 50, yəni 12 manat 50 qəpik. Ümid edə bilsəm o tərəfə girə bilərik. Burada yuxarıda çıxa bilir. Nigar bax. Onu yemək pişirirmişsən. Tüstü çana çıxar. Rəhmət salmaları. Birdən vurası nəhliyyə zədə kameranı. Baba gün su içirsən. Gönüldən cana sevirəm. Mənə gəl eylə cəfaya raşiqam etmə. Buyurun. 2 saatdə hələ gəzib qutara bilmiş. Həmişə şimdi Nigar Katlaşka Presi. Yəni da xangah. Xəngəl. Nəhayət. Nerede oturmuşuz ya? Kesanə. Kesan. Kesanə. Barat desən. Rabat. Rabat Rabatda Kesanə. Kesanə Gürcü dilində gül. Konak ol. Bütün kaldığımız evde. Bütün masrafımız. Allah ver bana.
görüşler, yine görüşler, yine görüşler. Benim o görüşler. Küçəmizə baxın nə qəşəngdir. Və Kutaisidir. Hal-hazırda biz Kutaisdəyik. Bildiyiniz kimi Kutaisi Gürcüstanın ən məşhur turistik yerlərindən biridir.